bildiyiniz kimi artıq bir müddətdir ki, deyə biləcəyimiz havalar istiləşir və istirahət etmək istəyənlər, sanatoriyaya getmək istəyənlər də əlbəttə ki, artır onların sayda, amma qarşılaşdıqları bir sıra çətinliklər də var. Söhbət nədən gedir? Çünki indiyə qədər vətəndaşların bəziləri istirahət ya da müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edib göndəriş ala bilirdilər, amma indi qaydalar bir növ dəyişib. Deyilənə görə növbə gözləyənlər də var, hətta bunların sayı da çoxdur və bu müddət də gəlib artıq yaz mövsümü, yay mövsümünün də çıxmağına gətirib çıxara bilir deyə biləcəyimiz. Yəni, daha doğrusu bunlar deyilən fikirlərdir, ancaq nə dərəcə doğruluq payı var, bunu da bir növ müzakirə edəcək. Yəni, bu dəyişikliyin səbəbi nədir? Bütün bunları istəyirəm müzakirə edək. Studiya qonağımız var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov bizimlədir. Xoş gəlmişsiniz. Xoş gördük. Birinci problemlə mi başlayaq, yoxsa təminatla mı? Birinci problemlə istəyirəm başlayaq ki, az öncə də qeyd etdiyim kimi, bəzi vətəndaşlarımız sanatoriyalara getmək istəyirlər, ancaq deyirlər ki, biz müraciət edirik, bu bir növ uzadılır, gəlib elə bir vaxtda çatır ki, yəni artıq biz ötürmüş oluruq, hətta sentyabra qədər də uzadıldığı vaxt olur. Yəni, niyə növbəyə düzülüb, nə dəyişib ki, vətəndaşlarımız bundan əziyyət çəkirlər? Çox sağ olun sualınız üçün, təşəkkür edirəm. İcazə verin, əvvəl yollayışın verilməsi proseduru hansı formadaydı, indi hansı formadadır, birinci bunu izah edək. Daha sonra qeyd etdiyiniz məsələyə toxunaq. Qeyd etmək istəyirəm ki, yollayışların verilməsi proseduru və yanaşması dəyişdirilib ümumiyyətlə. Çünki əvvəl yollayışların verilməsində, vətəndaşların yollayışa dair müraciətlərində tələb təklifin əsasında formalaşırdı. Bu nə deməkdir? Yəni, vətəndaşlar istədikləri sanatoriyanı, istədikləri tarixə seçmək məsələsi yox idi. Konkret müəyyən olunmuş sanatoriya və istirahət mərkəzləri var idi və həm müəyyən tarixlər var idi. Bu tarixlər, bu qeyd olunmuş yollayışlardan hansısa birini seçmək məcburiyyətində idi vətəndaş. Artıq ötən ilin noyabr ayının 25-dən etibarən, yəni Kurort Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayandan etibarən birinci bu yanaşma dəyişildi. Yəni, artıq təklif tələbin əsasında formalaşır. Bu nə deməkdir? Vətəndaş istədiyi sanatoriyanı, istədiyi istirahət mərkəzini və istədiyi tarixi seçməkdə sərbəstdir. Bu birinci yanaşmamız. İkincisi, Kurort Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamamışdan əvvəl vətəndaşlara yollayışlar ilk həmkar təşkilatlarında verilirdi. İlk həmkar təşkilatları sayı ümumilikdə ölkə üzrə 11045-dir. Və 11045 təşkilatda yollayışın verilməsində ədalətlilik prinsipinin, növbəllilik prinsipinin, əl çatanlığının təmin olunmasına idarə etmək qeyri-realdır. Məhz bu səbəbdən mərkəzləşmiş qaydada yollayışların operativ, şəffaf, əl çatan olması üçün, yəni operativ və şəffaf verilməsi üçün Kurort Turizm İnformasiya Mərkəzi yaradıldı. Kurort Turizm İnformasiya Mərkəzində müraciətlər telefon zəngləri vasitəsilə həyata keçirilir və elanlara, ilk həmkar təşkilatına yerləşdirilmiş elanlara, orada öz əksini tapan QR kodları vasitəsilə vətəndaşlar öz müraciətlərini özləri edə bilirlər. Bu iki müraciət forması hazırda aktivdir. Ötən ilin noyabr ayının 24-dən bəri aktivdir, hətta belə deyim. Və biz statistikaya da nəzər saldıqda artıq görə bilirik ki, ötən ilin birinci rübü ilə müqayisədə təhvil verilmiş yollayışların sayında 2 dəfə artım olmuşdur. Ötən ilin ilk 5 ayının, may ayını tamam bitməsə də, bugünkü günə qədər olan statistikanı qeyd edirəm, təhvil verilmiş yollayışların sayında 3 dəfəyə qədər artım müşahidə olunmuşdur. Bu nə deməkdir? Əvvəl vətəndaş ümumiyyətlə yollayışa dair müraciət məsələsi bir müşkül məsələ idi. Yəni 10 illərlə, 15 il, 20 il, 25 il yollayışa dair ümumiyyətlə müraciəti olmamış, heç vaxt yollayış almamış vətəndaşlar yollayış almaq imkanına malik olurlar. Yəni onu iş yerləri ilə mi həll edirdilər? Əvvəl ilk həmkar təşkilatlarında alırdılar yollayışları və qeyd etdiyim kimi 11045 ilk həmkar təşkilatında... Niyə onda müşkül məsələyə çevrilirdi indiyə qədər? Məsələ bundan ibarət idi ki, ilk həmkar təşkilatları hansılardır? Birinci, bu məfhumu açmaq istəyirəm. Yəni, hər bir məktəb, hər bir klinika, xəstəxana və yaxud hər bir iş yeri, hər bir işə götürən təşkilat ilk həmkar təşkilatıdır. Burada yollayışlar verilirdi, amma bu nə qədər əlçatan idi, nə qədər ədalətli verilirdi, bunun özü sual doğururdu. Nə qədər təmin olunurdu, bəli. Artıq statistika bizə nəyi deyir? Verilmiş yollayışların təhvilində birinci rübdə
artım 2 dəfə çoxalıb, ilk 5 ayda artım 3 dəfə çoxalıb. Deməli, təhvil verilmiş yollayışların sayı artıb. Amma digər tərəfdən təbii ki, yay sezonu ilə əlaqədar yollayışlara dair artan tələbin olduğunu nəzərə alaraq müəyyən belə deyim, müraciətlərin sayında kəskin artım müşahidə olunur. Əvvəl ümumiyyətlə bu yollayış əlçatan deyildi deyə bu vətəndaşlar üçün ciddi bir belə deyim məsələyə çevrilməmişdir. Bəli, əminəm ki, indiyə kimi bundan çox da məlumatlı olmayan vətəndaşlarımız da var. Təbii ki, elədir. Və artıq biz bu maarifləndirmə vasitəsilə hər bir belə deyim, həmkarlar ittifaqlarında olan üzvlərin, vətəndaşların, müraciətçilərin yollayışa nə qədər əl çatan, nə qədər sadə əldə edildiyini görüb müraciət etməyə başlanıldı və təbii ki, resurslar məhduddur. Çünki Azərbaycanda həmkarlar ittifaqlarına üzvlərin sayı 1 yanvar 2025-ci il tarixinin statistikasına əsasən 1.034.701 nəfərdir. Bu nə deməkdir? Biz bütün həmkar üzvlərini, bütün müraciət edən şəxsləri bir il ərzində göndərməyimiz mümkün deyildir. Qeyri-realdır bu məsələ. Ona görə biz növbəllik prinsipinə əsaslanırıq. Növbəllik nədir? İlk müraciət edənin ilk yollayışla təmin olunması məsələsidir. Yəni bizim mərkəzi yaratdıq və yarım elektron formada müraciətlər mərkəzi qaydada elektron reyestr sisteminə işləndi və yarım elektron formada yollayışların mərkəzləşmiş və şəffaf verilməsi proseduru başlandı. Amma bu son deyil təbii ki. İyun ayından etibarən, yəni üzümüzə gələn aydan etibarən artıq yollayışlar elektron portal, elektron rezervasiya sistemi vasitəsilə müraciət olunacaqdır. Yəni vətəndaşlar öz müraciətlərini müvafiq rezervasiya sistemi vasitəsilə özləri yerləşdirmə imkanına malik olacaqlar. Onlar müvafiq portala keçid edəcəklər və bu portala təbii ki, digital login vasitəsilə, öz FIN kodları vasitəsilə keçid etdikdən sonra yollayış üçün müraciət edəcəklər, öz şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edəcəklər, iş yerinə dair məlumatlarını, getmək istədiyi sanatoriyaya dair məlumatlarını daxil etdikdən sonra müraciətlərini yerləşdirəcəklər. Və hələ ki, sadəcə müraciət var, müraciət hazırda telefonla qəbul edilir və müraciətlər elanlara yerləşdirilmiş QR kodlar vasitəsilə vətəndaşlar müraciət edilir, onları geri yığılır. İyun ayından etibarən isə vətəndaşın müraciəti onlayn olur. Və bu onlayn müraciət onlayn formada təsdiq olunduqdan sonra özlərinə bildiriş gəlir. Yollayışın 15%-lıq qismən dəyərinin ödənilməsini onlayn ödəniş həyata keçirdikdən sonra onlar elektron yollayışla təmin olunurlar. Hətta günü bu gün belə, hətta ötən ilin 25 noyabr tarixindən bu günə kimi biz kağız daşıyıcıda yollayış əldə olunmasını qaldırdıq aradan. Elektron yollayışa keçdik. Bu nə deməkdir? Yəni vətəndaş heç Bakıya gəlmədən, hansısa bir təşkilata yaxınlaşmadan, öz evində, ən ucqar rayonda, ən ucqar kənddə belə əlaqə nömrələrindən əlaqə saxlayıb, müraciətlərini daxil edib, yollayışın qismən dəyərini ödəniş etdikdən sonra onların e-mailinə və ya mobil nömrələrinə yollayışın nömrəsi və elektron forması göndərilir müvafiq qaydada. Müraciət dayanıbmı? Xeyr, əlbəttə ki, bugünkü gün olan statistikaya gündə 4000-dən çox telefon zəngi qəbul edilir. Hər gün 4000-dən çox telefon zəngi qəbul edilir və eyni zamanda hər gün 500.000 arası QR kod müraciətlərinə geri dönüş həyata keçirilir. Yəni ümumilikdə gündəlik yollayışa dair müraciətlərə aktiv müraciət sayı 5000-ə yaxın hesab olunur. Və bu özü kifayət qədər böyük bir rəqəmdir. Sadəcə müraciətlərin sayı həddindən artıq çox olması səbəbindən biz artıq bunun tamam həll olunması üçün qeyd etdiyim elektron rezervasiya sistemini, hansı ki iyun ayının ilk həftəsindən etibarən fəaliyyətə başlayacaqdır. Elektron rezervasiya sistemini fəaliyyətə başladacağıq və vətəndaşlar artıq sistem özü bütün müraciətləri eyni anda qarşılamaq imkanına malik olacaq. İndi dediniz ki, biz necə deyim, əvvəl kim qeydiyyatdan keçibsə, yəni birinci sıralılıq prinsipinə, bəli, ona əsasən təmin edəcəyik deyə, deyək, bəlkə onların içərisində sağlamlıq baxımından, yəni daha çox ehtiyacı olan vətəndaşlarımız olacaq. Əminəm ki, onlar da bu sualı bizi izləyən tamaşaçılarımız verir ki, bəlkə mənim səhhətim ona imkan vermir, mən mütləq formada bir ay sonra buna ehtiyacım var, mən necə gözləyim 5 ay, 6 ay və ya 1 il sonra? Onda necə olacaq? Onu necə müəyyənləşdirirsiniz? Sualınız çox yerində sualdır. İcazə verin, buna da cavabımı verim. Mövcud növbəllik prinsipi necə işləndirir? Ümumiyyətlə, hər 10 yollayışdan biri
ödənişsiz formada verilir. Yəni bunlar xüsusi kateqoriyalara ayrılıbdır. Yəni ümumilikdə təhvil verilən bütün yollayışların 10%-i həssas qruplara ayrılır əsasən. Və burada iki növbə prinsipi var. 10%-lıq hissəni təşkil edən həssas qruplar, bunlar şəhid ailələridir, bunlar deməli, əlillərdir, müharibə veteranlarıdır. Birinci qrup əlilləri müşayiət edən şəxslərdir. Onlar yəqin ki, qeydiyyatdan keçəndə başqa bir şey mi qeyd etməli? Xeyr, onlar qeydiyyatdan keçəndə onlar sadəcə klikləyirlər ki, həm QR kodla bunu etmək olur, həm telefon müraciətində özləri səsləndirə bilir. Portal vasitəsilə özləri işarələyir. Sadəcə həmin düymələri aktivləşdirir, hansı sosial qrupa aiddirsə. Və bu formada qeydiyyatdan keçdikdə bu 10% müraciətlərin ümumi, hansı ki təhvil veriləcək yollayışların 10%-ni təşkil edən qrup özü bir növbəllik prinsipi var. Yerdə qalan 90%-lıq hissənin isə bir növbəllik prinsipi var. Ancaq bu elektron rezervasiya sisteminin ikinci fazasında artıq, hansı ki il sonuna qədər bunun edilməsi nəzərdə tutulur, scoring sistemi həyata keçiriləcəkdir. Scoring sistemi nədir? Yəni, orada sosial həssas qrupları əlavə bal qəbul olunacaq. Uzun müddət yollayışdan istifadə etməyən şəxslər əlavə bal qəbul olunacaqdır. Eyni zamanda həmin vətəndaşlardan deyək ki, sağlamlıq imkanları məhdud olan şəxslərə əlavə bal nəzərdə tutulacaq və bu scoring sisteminə əsasən sistem özü prioritetləşdirib və növbəllik prinsipi bununla həyata keçirəcəkdir. Bu isə ilin sonuna qədər təminatı nəzərdə tutulur. Bir növ ədalətlilik prinsipi yaxşı təmin olunacaq bu sistemlə. İndi gələk digər əsas bir məsələyə. Bu sanatoriyalar, istirahət mərkəzləri hansı bölgələrdə, hansı rayonlardadır, necə ara getməlidirlər və ya nə qədər imkan potensial var, biraz onlardan da danışaq. Vətəndaşlarımız yəqin ki, bundan sonra məlumat düzdür, siz kifayət qədər rəqəm səsləndirsiniz, ancaq ola bilsin ki, məlumatı olmayan vətəndaşlarımız var, bəlkə onlar da maraq göstərdilər. Ümumiyyətlə qeyd etdikdə sanatoriya və istirahət mərkəzlərinin sayı onlarladır. Bunların hər birini burada qeyd etmək çətin olar. Ancaq köklü ənənəsi olan sanatoriyalar var ki, elə bunların bir neçəsini mən adlandıra bilərəm. Bizim Bilgəh qəsəbəsində yerləşən Bilgəh kardioloji sanatoriyası, eyni zamanda Abşeron mədə-bağırsaq sanatoriyası, Günəşli nevroloji sanatoriyası, Qaranquş uroloji sanatoriyası, Buzovna reabilitasiya mərkəzi və Şıx dayaq hərəkət sistemləri üçün nəzərdə tutulmuş Şıx sanatoriyasını biz bir neçə misal olaraq çəkə bilərik. Amma qeyd etdiyim kimi bizim yollayışla təmin etdiyimiz vətəndaşlar üçün yollayış göndərdiyimiz onlarla istirahət mərkəzi və sanatoriya mövcuddur ki, bunların hər birinin adını çəkmək kifayət qədər vaxt alacaq. Bəs nə qədər müddət verilir bir vətəndaş üçün? Maksimum yəni qala bilər orada? Yollayışlar, müalicə üçün nəzərdə tutulmuş yollayışlar 7 gün, 14 gün, deməli, 7 gecə və 14 gecə olaraq nəzərdə tutulmuşdur. Və bəzi sanatoriyalarda isə bu 10 gecəyə bərabər olar. Əlavə bir 10 gecə funksiyası da vardır. Bu müalicənin təbii ki, təyinatından asılı olaraq dəyişir. Bəzi prosedurlar var ki, bəzi deyək ki, sanatoriyalar var ki, burada 14 gün olmalı, bəzisində 7 gün, bəzisində 10 gün olmağı məsələsi mövcuddur. İstirahət mərkəzləri isə bir gecədən tutmuş, ümumilikdə 10 gecəyə qədər dəyişmə imkanı var vətəndaşların. Bu, həm müvafiq istirahət mərkəzlərinin təklif etdiyi müvafiq istirahət paketlərinə aid olaraq dəyişir. Elə o paketlərdən danışmışkən, düzdür, qeyd etdiniz deyəsən 10% məbləğini mi ödəməlidir vətəndaşlarımız? Bunu tam qeyd edeyim. Ümumi yollayışın, əgər sanatoriyadan danışırıqsa, biz müalicə təyinatlı yollayışlardan danışırıqsa, yollayışın hər bir vətəndaş üçün, hər bir müraciət edən şəxs üçün yollayış ayrı hesab, dəyəri ayrı hesablanır və yollayışın cəmi 15%-ni ödəməklə təmin olunurlar. İstirahət mərkəzləri üçün isə deyək ki, həyat yoldaşı ilə, övladı ilə, yəni ailə üzvü ilə birlikdə getdə yollayışın ümumi dəyərinin 15%-i ödənilir. Sanatoriyalarda isə hər şəxs başına yollayış qiyməti müəyyən olunur. Ailə üzvünün də deyək ki, üzvülüyü varsa, işləyirsə, sosial sığorta ödəyicisidirsə və s. o da 15% ödəyir. Yox, bunların heç biri yoxdur. Sadəcə həyat yoldaşı kimi gedirsə, müraciət edən şəxs 15%-ni ödəyir, həyat yoldaşı isə 50% dəyərini ödəməklə yollayışla təmin olunur. Təşəkkür edirəm sizə. Çox sağ olun, mən təşəkkür edirəm. Önəmli məsələ idi deyə düşünürəm. Hər kəs üçün də müəyyən bir suallar var idi, onu da aydınlatdıq. Minnətdaram sizə bir daha.